Herkese salamlar. Kanalıma, vloguma xoş gəlmisiniz qızlar. Bu dünkü vlog bir qismi market alış-verişidir. Hansı marketdən alış-veriş elədiyimi ekrandan yəqin görürsünüz. Ad çəkmirəm çünki son qərarlardan sonra mən bilirsiniz ki, buranı hobbi kimi istifadə edirəm. Buradan bir gəlirim olmadığı üçün vergi vermirəm. Vüyent hesabım yoxdur və buna görə də mən bu adları çəkərkən artıq tərəddüd edirəm. Nəysə, bu marketdən alış-veriş elədim və buradan sizə bildirmək istədiyim bir-iki məhsullar barədə bir-iki məlumatlar var. Əvvəlcə deyim ki, format dəyişir çünki videonu tərs yöndən çəkirəm. Böyük bir qismində videonun böyük bir qismində özüm düşdüyüm üçün sonra editdə bunu fərqinə varıb kəsirəm və format belə dəyişir, amma bu müvəqqətidir təbii ki. Burada gördüyünüz paraşok 4 kiloluq paraşok idi və bu market alış-verişini onu da deyim ki, N-nın, yəni iyunun əvvəllərində eləmişəm. Hal-hazırda nə vaxt paylaşacağımı bilmirəm. Burada 4 kiloluq bu paraşok 13 manata düşmüşdü. Normalda əvvəllər həmişə burada 5 kiloluq 18 manat olur. Amma burada qısa bir yeni yaranmış indirim idi. 4 kiloluq paraşok 13 manata düşmüşdü. Əgər hələ də varsa yararlana bilərsiniz. Həmin bu markada, digərlərdə də fərqli indirimlər var idi. Ümumiyyətlə belə indirimlər falan var idi. Sonra demək mən buradan bilirsiniz ki, alafran deyib dururam. Hər dəfə bu fərqli marketlərdən alırıq, amma bunu 2 manata aldım. Tam balacalar 1 manat idi. Biraz böyüydü bu. Bu qoxusu ilə, yəni performansı ilə bəyəndim hardasa. Amma oksi ilə bərabər istifadəyə daha yaxşı olar. Gətirirəm başqa marketlərdən aldığım alafranlarla qarşılaşdırıram. Paketi, qablaşması eynidir. Bir-bir üzərindəki hər bir rəsm, şəkil, nə bilim, yazı hamısı eynidir. Şriftindən tut, baskısından tut hamısı, amma içərisi fərqli olur. Qoxusundan ən çox bilinir alafran. O birlərdə də qoxu olur, amma paltar yuyanda o qoxu qalmır. Bunda isə o qoxu artıqlaması ilə qalır. Çox bəyəndim, bir dənə almışdım ki, yoxlamaq üçün. İndi başqa yerdən almayacağım. Elə gözəl marketlərdən də, daha böyük marketlərdən gedib alırsan, bəzən baxırsan səhv fake çıxır. Çünki bu çox bəyənilən məhsul olduğu üçün bunun fake'i inanılmaz çoxdur. Dediyim kimi oksi ilə daha gözəl performans göstərəcəyinə düşünürəm. Hələ ki bunu aldım və həmin yerdən yenidən alacağım. Deməli, burada həm bazar, həm market alış-verişi var. Ərzaqlar, necə deyim, tərəvəzlər bazardandır. Bizim qəsəbədə yaşayanlar bilir ki, o bazarla biz yəni həmin market yan-yanadır. Mən də ilk dəfə idi ki, bazar alış-veriş edirdim. Bir dəfə getmişdim, amma onda axşam bazarı idi və bazar bağlı idi. Çox böyük qismi anamla getmişdik. Videosunu da çəkmişəm, çox köhnə videolar içərisində. Və bu dəfə isə ilk dəfə getdim. İllər sonra mən qəsəbədə ilk dəfə bazarı da gördüm, belə deyim. Burada həqiqətən də tərəvəzlərdə bazar qiyməti çox-çox fərqlidir. Market düzdür, daha rahatdır, daha komfortludur, istidə də, qışda da daha yaxşıdır, amma bazarda da o səmimiyyət təbii ki, yəni başqa mövzudur. Mən bazarı sevirəm hər zaman. Demək qızlar, burada çox belə necə deyim, bir şeylər eləmirəm, amma sizlə bir mövzu bilirsiniz ki, mən kirayədə yaşayıram, əşyalarım çoxu burada deyil. Və məsəl üçün ət çəkən maşınım da yoxdur. Bunu hər dəfə deyirəm sizə. Daha doğrusu var da burada yoxdur. Artıq inşallah gətirməyi düşünürəm. Və deməli, mən ət çəkərkən ya çəkdirirdim aldığımız yerdən, ya belə istifadə edirdim. Amma bilirsiniz ki, çəkilmiş ət daha çox lazım olur, nəinki tikə. Mən də nəhayət belə doğrayıcı aldım. Bir ildən çoxdur. Blogerlərin, Instagramda blogerlərin çox təriflədiyi bir yerdən aldım. Bir ildən çoxdur. Buranın 50-55 manat arası dəqiq yadımda deyil. Almışdım Arşia firmasının metal qablı. O kiçik videoda 2 dənə görürsünüz ekranda. O kiçik olanı deyirəm. Söhbəti kiçik olandan gedir və hal-hazırda əlimlə tutduğum motor hissəsidir. Bu yaxınlarda onu istifadə edərkən işləmədi. Və mən bunu usta, yəni biraz evdə baxdıq özümüz, söhdük, töhdük, baxdıq, xeyri olmadı, motoru təkcə qoşduq, işləmədi. Nəhayət qərara gəldi ki, düzəltdirək, bunu aparaq ustaya. Usta dedilər ki, bizə, yəni ustaya 20-25 manat verəcəksiniz, ondan sonra elə Vasmoyda yenisi 20-25 manatdır. Biz də elə həmin adama tapşırdıq ki, elə Vasmoyda elədirsə bizə dal gətir, o da aldı, gətirdi, sağ olsun. Sonra biz evə, yəni biz onu sifariş vermişdik, 1-2 gündən sonra gətirdilər. Mən də bu köhnəni atmamışdım. Dedim, bəlkə lazım olar bıçağı falan. Yenisi daha böyükdür, metaldır. Bu da Galaxy firmasıdır, amma adından görünür ki, yəni saxtadır da, yəni yazılışından, şriftindən görünür ki, orijinal deyil.
Deməli bu kiçik olan köhnədir, bu böyük olan təzədir. Mən də düşündüm ki, bu böyük çox böyükdür qabı. Bəlkə kiçiyin qabına uyğun gedərsəm o motoru. Mən elə bəzən belə də istifadə edirəm də, yəni ikisini də istifadə edirəm. Nəysə gətirdim motoru, taxdım, baxdım ki, uyğunlaşdı və işləyir. Dedim əgər bu motoru bu köhnəyə uyğun gəlirsə, köhnənin motoru da yeniyə uyğun gəlir də deməli. Onu da yoxladım ki, bəlkə baxaq, bu da taxdım, bir də baxdım ki, bu da işləyir. Demək ki, öz qabında işləmir, amma bu qabda işləyir. Məlum oldu ki, bunun oturma hansısa bir hissəsində, yəni bu tam otura bilmir qabına, nəsə bir qabda deformasiya mı olub, ya nəsə artıq buna uyğun gəlmir. Elə bir ki, kimsə bu qabı gəlib dəyişib ki, təbii ki, zarafat üçün deyirəm, yəni çünki mümkün deyil belə bir şey. Yəni elə bir ki, bu qab illərdir bunun elə, yəni aylardır bu istifadə etdiyim bu deyil də, yəni o cür. Nəysə mən də qərara gəldim ki, bu cür istifadə edim. Yəni burada kiçik və böyük mənim üçün hər şəkildə lazım olar. Dediyim nədir? Məsələn, çox böyük reklam olunan bir yerdən almışıq. Qiyməti də Sədrəkdə bu qiymətə daha yaxşısını almaq olardı və yaxud da ki, bunu daha ucuz qiymətə almaq olardı. Düzdür, metal məsələn, yeni aldığımızdan çox böyük fərqi var. Həm metal qabında, həm akrilik hissəsində, həm tokunda, keyfiyyətində çox böyük fərq var, bilinir, görünür. Məsələn, volt gücü bu 3000-dirsə, o 300-dürsə, bu 220 falandır, köhnə, təzə 220 falandır. Yəni çox, amma niyə durduq yerə işləmədi, onu bilmirəm. Yəni motorda deməli bir problem yox olmuş. Sadəcə bir-birinə uyğun gəlmirlər. Sanki bir-birinə nəsə bir otura bilmir, o qabına, öz qabına uyğun gəlmir. Amma yeniyə uyğun gəlir. Hal-hazırda hər ikisi istifadə olunur, amma biri öz başına istifadə oluna bilmir. Nəysə, bu haqda, yəni bəlkə də bunun əlavə tək qablarına satılır. Bunu bəlkə də qızlar bilər. Rayon yerlərində bunlar çox bilinir. Çünki bizdə gərək Sədrəyə gedilər. Yəni şəhərdə bunlar çox bilinmir. Amma rayonda çox bilinir. Yəni elə mağazalar çox olur. Ona görə də rayon yerində yaşayanlar da bilir ki, məsələn, bunu xırda hissələri bilirlər. Hardan almaq lazımdır, hansının xırda hissələri, yəni satılır, satılmır. Əgər satılırsa, məsələn, belə blender, əl blenderlərinin qabları falan satılırmı, satılmırmı? Çünki ikisi də metaldır. Mən buna bir dənə şüşə qab almaq istəyirəm. Əgər satılsa bir dənə də belə şüşə qabını almaq istəyirəm, görünən deyə. Çünki metal, deyəsən bunun metal olmağını mən dedim ki, yəni qırılmaz, eləməz, ona görə aldım. Burada da göstərirəm onun yəni markasını. Bu yenidir. Görürsüz, yazılışında düzgün deyil. Bir də ki, bu Made in PRC yazılıb. O, yəni əslində sizdə də əgər məhsullarınız elə varsa, yazılıbsa, normalda Made in China yazılır. Bilir ki, Çin malıdır. İndi ondan artıq adam belə, Çin malıdır, belə deyir deyə. Onlar da dəyişib, pırıcı, çoxdan dəyişiblər, amma bəzi məhsullarda bu da elə öz dillərində, yəni Çin Xalq Respublikası, yəni ingilis dilində tərcümədə ixtisar formada yazılıbdır. Yəni tərcüməsi isə Çin Xalq Respublikası deməkdir. Əgər sizdə də elə varsa, bilin ki, elə o da Çin malıdır. Bəzən bilirəm, görmüşəm, aldadırlar, deyirlər, bax, bura Çin yazılmayıbdır. Yəni bu Çinin deyil, amma əslində o da Çin deməkdir. Bir də bunun təzə alınan gözləri 3 dənə, 2 xod var, köhnədə də 2 xod var. Bir dənə blender, yəni mikser qarışdırmaq xodu var, güyaçı, amma içindən qarışdırıcı çıxmadı. Köhnədə isə qarışdırıcı var idi. Sadəcə buna uyğun gəlmədiyi üçün, görürsüz də bu köhnənin bıçağı balaca olduğu üçün qab yenidə qab böyükdür. Amma özünə uyğun gələ bilər, yəni özü özlüyündə istifadə edə bilərik. Onun içərisindən, köhnənin içərisindən, onu mən belə şəhərdə böyük mağazadan almışdım, amma onun içərisindən bütün, yəni qaşığından tut, qarışdıranından tut, hər şey alınmışdı. Bir dənə yenidə bax görürsüz, 6 bıçaqlıdır. Köhnə isə 4 bıçaqlıdır. Bıçaqları belə dəyişirəm, bıçaqlar uyğun gəlmir, çünki qaba görə. Amma motorları dəyişirsən, hər şəkildə istifadə etmək olur. 2 motorun ikisi də işləyir, yəni. Sadəcə bir köhnə motor öz qabında işləmir, bu qədər. Bir motorla 2 qabı da işlətmək olar. Yəni 2 dənə eyni anda 2 məhsul hazırlayırsınızsa, 2 qabda da birində ət çəkib, birində salat və ya soğan doğramaq, nəsə eləmək istəyirsinizsə, ikisində də yəni istəyirəmsə, İkisini də istifadə edə bilərəm. Təbii ki, yumaq dərdini fikirləşməsək. Bir də ki, yeni köhnədə bıçaq polad olduğu üçün çox sərtdir, əyilmir. Amma güya yenidə də poladdır. Görək də indi paslanmasa. Amma çox, belə deyim də, türklər demiş, dandikdir. Qiyməti 25 manatdır. Vasmoydan alınıb.
Hələ ki istifadə eləməmişəm. Necə olacaq heç bilmirəm. Ümid edirəm ki, yaxşı olar. Onu da sizlərlə bölüşərəm. Kim ondan istifadə eləyibsə, mənə də yazar. Burada da o haqqda danışıram sizə bir ki, bu belə, o elə. Onun səsini aldım ki, mən əlavə olaraq, çünki videonun əvvəlini mən yanlışlıqla silmişəm. Video ortadan başlayır bu hissədə. Odur ki, oraları silib sizlə buradan belə danışıram. Video çəkirəm həyatım. Hara qoyacam bunu? Hara? Maladi, sən baxırsan bibinin kanalına, videolarına, baxırsan bibinin videolarına. Nə qalmır? Videoların çıxmır. Çıxmır? Sən də bax. Mən də baxa bilirəm. Maladi. Appanızı yeyib. Amma sənin videoların çıxmır. Hə. Çiçəyim, yemək. Məndə çıxır bu videolar. Danış nə var? Video